Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Yeni mənzil çəkməyə gəlmişəm Xırdalanda. 119 saylı marşrutun yolun yaxınlığında yerləşən belə bir otaqlı həyət evi çəkib təqdim edirəm sizə. Çəkilişi evin qabağından başlamışam. Gördüyünüz kimi paket şifrli evdir. Tam təmirli vəziyyətdədir. Təmirdən sonra heç kim yaşamır evin içərisində. Evin qıraq tərəfini göstərim sizə. Tam adzelli evdir. Görürsünüz. Tam ayrıca evdir. İndi isə daxil oluram evimizin həyətinə. Bütün kommunal xəttləri mövcuddur. Qazı, suyu, işığı, hər bir şey mövcuddur. Həyətin içərisinə daxil olmuşam. Belə bir balaca xudmani həyəti var. Yerdən də 2 daş kürsülüdür. Yuxarıda krişədə çıxmaq üçün yeri də var. Tam adzelli bir otaqlı evdir. Həyəti belə çəkib təqdim edirəm sizə. Hal-hazırda evin içərisinə daxil olmuşam. Bir otaqlı evdir, yəni bura otaqdır, mətbəxdir. Burada isə hamam tualet yerləşir, yəni koridor sistemli evdir. İstilik sistemi kombidir, kombi xətti də çəkilib. Bu evimizin otağıdır. Qiymət olaraq 32.000 manat qoyulub. Real alıcı olanda evə baxış keçidən sonra cüzi olaraq endirim olunacaq. Bura isə mətbəxdir. Buranın da özünün müstəqil pəncərəsi var. Belə bir mətbəxidir. Burada isə sanitar qovşağı yerləşir. Sanitar qovşağı da bir yerdədir. Bütün aksiyonlar da qoyulub. Videoyla bağlı, evlə bağlı hər hansı bir məlumat əldə etmək istəyirsə, bizlə əlaqə saxlayıb bu barədə sizə köməklik göstərə bilərik. Sağ olun, salamat qalın.